Quzu ətindən baha quzu qarnının mövsümü başlayıb. Mövsümün əvvəlində bu göbələyin 1 kiloqramı 35-40 manata təklif olunur. Quzu qarnının şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq may ayınadək toplamaq olur. Bu mövsüm quzu qarnının az olması qiyməti ötən illərlə nisbətən daha da bahalaşdırıb. Quzu qarnı ən dadlı göbələklərdən sayılır. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Meşədə əsasən qovaq ağaclarının altında, sıx kolluqlarda tək-tək bitir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Gün ərzində bir adam meşədən maksimum 3-4 kiloqram quzu qarnı toplaya bilər. 10 gün olar yetişir, 10 gündür satılır. Biraz alıcısı zəifdir. Çünki təzə çıxanda həmişə elə olur, alıcı zəif olur. Bayramdan sonra görürsə, orucluğa da düşdü, biraz millət orucluq olur deyənə çox almır da. İndi orucluq qutarından sonra daha yaxşı gedəcək. Gedib bu gün Qusarın meşəsindən yığıb gətirmişəm bunları. Yəni öz meşəmizdə azdır, soyuqdur havalar, isti keçmir. İsti keçsə yaxşı çox olur, bol olur. Bir nəfər 1 kilo yığır, üstünə gelib çıxmaqla da. Elə vaxt olur bütün meşəni gəzirsən, 150 hektar meşədir ərazi. 1 kilo ancaq yığırsan. Elə vaxt onu görürsən, 1 saat içində 1-2 kilo yığırsan. Bol olmağına baxır, yerinə baxır. Quzu qarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzu qarnını şişə çəkib kababını da hazırlamaq olur. Çox qəşəng dadı var. Bu hələ bir ki, ətdən də çeydilmiş ki, dadlıdır. Yəni belə götürən dadlıdır. Mən özüm getdim Konstitusiya meşələrinə gəlmişdim, elə bugün qonaq gəlmişdim bura. Getdim axtardım Konstitusiya meşələrində, mən 2 dənə quzu qarnı tapdım. Halaldır bu qardaşlar, bunlar yığıb gətiriblər bunu. Valla, bunu yığmaq çox çətindir. 10 gün, 15 gün, 5 gün sezonu var bunun. Sezon qutardı, bu da qutardı. Yəni bu yəni müalicəvidir, olmağına yaxşıdır. Hər il mart-aprel aylarında Şabran rayon ərazisində Gəndab yalama yolunun kənarında quzu qarnı satanlara rast gəlmək mümkündür. Mövsümün əvvəlində baha qiymətə satılan quzu qarnı aprel ayında nisbətən ucuzlaşır.